26 aprel 9-cu sinif buraxılış imtahanı üçün xüsusi olaraq suallar toplusu seçmişəm. Bu suallar əvvəlki illərə düşmüş buraxılış sualları və OTK suallarından ibarətdir. Keçək suallara. Suallara keçməmişdən qabaq PDF Telegram kanalında olacaq, izah da YouTube'da izah olunacaq. Böyük ehtimalla bir hissəsi bugün izah olunacaq, bir hissəsi isə 6-cı gün, yəni sabah izah olunacaq. Sabah hətta canlı şəkildə də izah oluna bilər. İnşallah işlərimiz doğru, düzgün alınsa. Başlayaq birinci sualdan. Mütləq şəkildə tövsiyə edirəm ki, baxın uşaqlar, mütləq şəkildə baxın və paylaşın maksimum şəkildə ki, qoy bütün uşaqlar yararlana bilsin. Deməli, birinci sualda bizə nə istəyir? Deyir, ECOB n plus 1, n plus 2, üstəgəl EBOB n plus 3, n plus 4, 57 olarsa n-i tapın. Yəni, n plus 1 ilə n plus 2 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərdə biz bilirik ki, qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin də ECOB-u onların hasildir. Yəni, n plus 1 vurulsun, nə olacaq? N plus 2'ye. Bu da bərabərdir. Daha doğrusu üstə gəlsin. EBOB-u nəyə bərabərdir? N plus 3, N plus 4. Bu da ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin də EBOB-u 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadədir. Qarşılıqlı sadədlərin də EBOB-u 1-ə bərabərdir. Üstünə 1 gəlirəm, bərabər eləyirəm 57-yə. Buradan da olacaq N plus 1 vurulsun N üstə gəlsin 2 bərabər. Biri sağa keçirdəndə olacaq nə? 56. 56. Burada biz dedik ki, n plus 1 ilə n plus 2 ardıcıl ədədlərdir. Hansı ardıcıl ədədlərin hasili 56 edir? Təbii ki, 7 ilə 8. Onda mən n-in yerinə 6 yazmalıyam ki, nə olsun? Biri 7 olsun, biri də 8-ə bərabər. Deməli, n-imiz oldu neçə? 6. Bizdən də elə n-i soruşurdu. Doğru cavabımız olacaq nə? Birinci sualda C variantı. Keçək ikinci suala. Biraz da böyüdək ekranı. İkinci sualda görək nə istəyir bizdən. Bizə deyir ki, kvadrat tənliyin kökləri x1 və x2 olarsa ifadəsinin qiymətini tapın. Deməli, biz VT əsasən çevrilmiş kvadrat tənlikdir. Deməli, olacaq x1 vurulsun x2, yəni kökləri hasili bizdə nəyi verməlidir? Sərbəst əddi, yəni mənfi 20-ni verəcək. Kökləri cəmi x1 plus x2-də bizə verəcək əks işarə ilə p-ni. Yəni, x-in yanında duran ədədin əksi. İndi mənfi 5 durursa, onun əksi olacaq nə? Müsbət 5. Bizdən deyir hasilini, yəni mənfi 20-ni böl cəminə, 5-ə. Bu da bərabər olacaq mənfi 4. Yəni doğru cavabımız olacaq D variantı ikinci sualda. Keçək üçüncü suala. Üçüncü sualda deyir ki, F3'ü hesablayın. Çox sadədir. Aparıb x-in yerinə, harada x var, yerinə 3 yazmalıyam. Burada olacaq 5 vurulsun 3 plus 2. Bu da eləcək 15 plus 2, yəni 17. Doğru cavabımız olacaq B variantı. Dördüncü sual. Deyir, mərkəzi O nöqtəsində olan çevrədən AB və AC toxunanlar çəkilib. Deməli, AB və AC toxunanlar çəkilib. Biz də bilirik ki, çevrə xaricinə götürmüş nöqtədən toxunan 2 dənə çəkmək olur və bir-birlərinə bərabər olur. Deməli, biri AB-dir, bir də AC-dir. İndi nə deyir? Deyir, BAC bucağı, yəni bu bucaq 60 dərəcədir. Deyir, AB 12 kökdə 2 olarsa, 12 kök altda 3 daha doğrusu olarsa, çevrənin radiusunu tap. Onda mən çevrənin mərkəzini götürürəm. Həmin bu toxunanla buranı birləşdirirəm. Burada nə yaranır? 90 dərəcə. Biz bilirik ki, mərkəzdən toxunana çəkilmiş düz xətt nə olur? 90 dərəcəli bucaq altında kəsir. Buranı da birləşdirirəm mən. Burada nə yaranacaq? Düz bucaqlı, üç bucaq. Deməli, bura 60 dərəcə isə burada tənbölən olur. Bura onda olacaq 30 dərəcə, burada olacaq 30 dərəcə, burada olacaq nə? 60 dərəcə. Biz bilirik ki, 60 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısının kök altda 3 mislidir. Yəni, deməli, hipotenuzumuz neçə olub? 24 olub ki, bura 12 kökdə 3 olub. 30 dərəcəli bucaq qarşıdakı katet, yəni radiusumuzda hipotenuzun yarısı olacaq nə? 12. Bizim doğru cavabımız. 5-ci sual. Deyir, cədvələ əsasən n plus n cəmini tapın. N plus n. Deyir, bir hədli dərəcəsi 7-dir. Dərəcə nədir? Belə desək, məhsulların ifadələrin üzərini toplayırıq, qüvvətlərini toplayırıq. Buradan olacaq 2 plus n bərabər 7-yə, n də bərabər 5. Digər tərəfdən n-in yerinə 5 yazanda burada olacaq nə? 4a üstündə 5, b üstündə 5 plus 1, 6. Bunda dərəcəsi onda olacaq 5 plus 6 bərabər m, m də bərabər olacaq nəyə? 11-ə. Bizdən də n plus n-i soruşur. 5 plus 11 bərabər olacaq 16. Yəni, yekun cavabımız olacaq 16. 6-cı sual. Deməli, belə bir üçbucaq sualımız var. Üçbucağı çəkək. Ümumiyyətlə, uşaqlar, çalışın. Sizə şəkil verdikdə, həmin şəkili mütləq şəkildə qeyd eləyin, çəkin. Deməli, elə həlli daha yaxşı, rahat görsənir və həll olur. İndi bizə deyir ki, AB BC-yə bərabərdir. Sonra BD 10-dur. BD bura 10 yazıram. Sonra CD də 21-dir. Bizdən nəyi soruşur? ABC-nin perimetrini soruşur. İndi baxaq görək, bizə burada başqa nəsə verib. Buradan
Düz xətt hə, AD-ndə 9 verib. Buradan düz xətt perpendikulyar endirəm aşağıya. Biz bilirik ki, bərabər yanlıda həm tənbölən olur, həm də median olur da. Onda 9, 21 cəmi neçə eləyir? 30 eləyir də. Onda mən hündürlüyü endirmişəmsə, bunlar yarıya bölünəcək də. 15 bura olacaq, 15 də bura. 9 buradadırsa, 6 da burada olacaq. 10, 6 bura 8 olacaq. Bura 8-dir, bura 15-dir. 225, 64. Bura eləyəcək nə? 289, ondan da 17 çıxır. Bu yan tərəf 17-dirsə, burada 17-dir. Çünki bərabər yanlıdır. Bizdən də perimetrini soruşur. P bərabər olacaq 17 plus 17 plus oturacaq da oldu 9, 21, yəni 30. Buradan da eləyəcək necə? 64. Yekun cavabımız perimetr. Keçək 7-ci suala. 7-ci sual deyir, fiquru qırıq xətlər üzrə qatılasaq düzbucaqlı paralellepiped formalı qutu alınar. Bu qutunun həcmini tapın. Deməli, qutunun həcmini tapın. Ümumiyyətlə, paralellepipedin həcmi eni vur, uzun vur, hündürlükdə. İndi bizdə görürük ki, uzunluğumuz 6-dır. Olacaq V bərabər 6 vurulsun. Enimiz 5-dir. Buraya yazıram 5. Bir də vurulsun. Hündürlükdə neçədir? 2-dir. Bu da bərabər olacaq nə? 60. Yəni doğru cavabımız olacaq Y variantı. 8-ci sual. Yəni bu ot məsələsi çox uşağın qorxulu yuxusudur. Ümumiyyətlə faiz məsələləri məhluldur. Deyir, nəmliyi 40% olan, yəni bu testlərin içərisində də olmalıdır. Deyir, nəmliyi 40% olan 150 ton ağac qurudulduqdan sonra 100 ton oldu. Deməli, nəmliyi 40% isə 150-nin 40%-ni tapaq ki, nə qədər yaşdır, bölünsün 100. Sıfıra ixtisar gedir, 4-15-i vuranda olacaq 60 ton. Deməli, 150 ton ağacın, buradan yazıram, 150 ton ağacın 60 tonu sudur, nəmdir. Nə qədər qalır? 90 tonu da qurudur. Quru. İndi bizə deyir, qurudulduqdan sonra 100 ton qalıb. Amma bizdə təmiz quru saydı 90 ton qalmaydı. Çünki 90% quru otun var. Deməli, bu 100 ton içərisində biraz da nə qalıb? Ot qalıb. İndi 90 ton qupqurudursa, onda 100 tonun 90 tonu dedik, bayaq dedik ki, qurudur. Yəni, qurunun miqdarı dəyişmir. Amma nəm otun miqdarı dəyişə bilər. Quruya bilər və yaxud da daha da islana bilər. Yəni, çəkisi, kütləsi artıb azala bilər. İndi burada da 100 tondan 90 tonu qupquruydu da, bu dəyişməz. Deməli, 10 tonu nədir? Nəm qalıb. Deməli, 60 ton quruyub, nəm nə qədər qalıb? 10 ton qalıb. 10 ton nəm. Yazıram buradan nəm. İndi deyir, qurudulmuş ağacın nəmliyini tap. Ümumi deməli, 100 tondan 10 tonu nəmdir. Bizdən də nəmliyini soruşur. Birinci ədəd bölünsün, ikinci ədəd vurulsun 100%. Yəni 10 ton 100 tonun neçə faizdir? Elə olacaq neçə? 10%. Yəni doğru cavabımız olacaq 8-də B variantı. Gözəl bir faiz sualı idi. 9. Hər hansısa başa düşmədiyiniz hissə olanda yorumlarda yazın uşaqlar. Cavab verəcəm. 9-da 8-i çıxardarıq qarşı olacaq x kvadrat çıxılsın y kvadrat bölünsün x çıxılsın y. Buradan da bu nəyin açılışdır? A plus B, A minus B. Olacaq 8 vurulsun x minus y. De x üstə gələ y bölünsün. Burada da x minus y-dir ki, buradan x minus y-lər gedəcək. Qalacaq 8 vur x plus y. Bu da 8x plus 8y deməkdir ki, yəni doğru cavabımız olacaq D variantı. 10-cu sual deyir, düz bucaq təpəsindən çıxan şüa. Düz bucaq nədir? 90 dərəcəli bucaq altında kəskir. Deməli, bura 90-dır. Buradan bir dənə şüa çıxardım. Deyir, 4-ün 5-in nisbətində 2 bucağa bölür. Yəni 4K-nın 5K-ya nisbət verilibsə həmişə K götür. Bunların cəmi onda 4K ilə 5K-nın cəmi bizdə olmalıdır nə? 90 dərəcə. Çünki ümumi 90 idi. Buradan 9K bərabər 90-dırsa K-mız da bərabər olacaq nəyə? 10 dərəcəyə. Deməli, biri 40-dır, biri də 50 dərəcədir. Deyir, alınan böyük bucağın dərəcə ölçüsünü tapın. Təbii ki, 50 doğru cavabımız olacaq. 11-ci sual. Buradan yazıram 11. Deyir, ilk 10 natural ədəddən təsadüf seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Deməli, məndə ehtimal nəyə bərabərdir? Əlverişli halların sayı bölünsün mümkün halların sayına. Bizdə deməli, əlverişli halların sayını tapacaq, bir də mümkün və yaxud da ümumi hallarda deyirlər, şuralar fərq eləməz. Deməli, ilk 10 natural ədəd. Yəni, mənim cəmi neçə ədədim olur? Yəni, mümkün halım neçə nədir? Neçə hadisəm olacaq, sınağım olacaq? 10 dənə. Yəni, mənim cəmi əlimdə ümumi 10 dənə ədədim var. Onlardan neçəsi sadədir? 2-dir, 3-dür, 5-dir, 7-dir. Başqa yox da bə. Bu da olacaq nə? 10 dənədən, təbii ki, bu sayını yazmalıyıq. 10 dənə ədəddən 4-ü sadə. Bu da nə edir? 5-də 2. 5-də 2 var bə. Doğru cavabımız olacaq nə? Y variantı.
Burada başqa sadət yoxdur. 2, 3, 5, 7 də 9 mürəkkəbdir, 8 mürəkkəbdir. 7-ni yazmışıq. 12. Deyir, perimetri 35 bir tərəf digərindən 3 dəfə böyük olan bərabər yanlı uzanan yan tərəfini tapın. Gözəl sualdır, əla sualdır. Deməli, bərabər yanlıdırsa, deyir, bir tərəf digər tərəfdən 3 dəfə böyükdür. Yəni, bu oturacaqla yan tərəfdə. Deməli, onda bura məsələn x yazsaq, bura x yazsaq, onda oturacaq nə olacaq? 3x da, düzdür, yəni 3 dəfə böyükdür. Amma biz burada yan tərəflər toplayanda 2x eləyir, 3-cü tərəfdən böyük olmur. Biz dedik ki, 2 tərəf cəmi 3-cü tərəfdən böyük olmalı. Deməli, onda yan tərəfləri 3x götürəcəyik. Oturacağı x götürəcək. Həqiqətən bir tərəf digər tərəfdən 3 dəfə böyük. Onda bunların cəmi nə olacaq? 3k 6, bu da x də üstünə gələndə olacaq 7k bərabərdir 35-ə. Yəni bunları cəmlədikdə perimetr. Buradan da k bərabər olacaq nəyə və yaxud da x fərq eləməz 5-ə. Bura oldu 5, 15, 15. Bizə nə deyir tap? Böyük olan bərabər yan tərəfin tapın. Yan tərəf olacaq nə? 15. Buradan da yazaq. 15. 13-cü sual. Deməli, deyir ki, uyğun tərəflər perpendikulyar olan bucaqlar x-in ala biləcəyi qiymətlərin cəmini tapın. Uyğun tərəflər paralel və perpendikulyar olan bucaqlar ya cəmləri 180 dərəcə olmalıdır. X plus 6 bərabər 180. Ya da bir-birinə bərabər götürəcəyik. İndi bizdə demir də eyni adlıdır və yaxud da müxtəlif adlıdır. Yəni hər ikisi it olarsa bərabər olur, bir də hər ikisi kör olarsa bərabər olur. Qalan hallarda cəmi 180. Deməli buradan da toplayanda olacaq 3x, burada -3, 6 müsbət 3 eləyir. Sağa da keçəndə 180-dən 3 çıxanda 177. Hər tərəfdə 3-ə böləndə olacaq 5 dəfə, 9 dəfə 59. Deməli x oldu 59. Bir dəfə də bir-birinə bərabər götürərik. Bərabər x plus 6-ya. Buradan x-i keçirdəndə 2x-dən x çıxanda x qalacaq. 3-ü də sağa keçirdəndə toplama olacaq. Eləyəcək 9. 1 oldu 9, bir də oldu 59. Deyir, x-in ala biləcək qiymətlərin cəmi 59-un da üzərinə 9 gəlində eləyəcək neçə? 68. Buradan yazıram. 68 dərəcə. 14-cü sual. Deyir, uzunluğu 30 olan çevirən ən böyük vətənin uzunluğunu tapın. Deməli, uzunluğu necə hesablanır? L bərabərdir 2 pi r düsturu ilə hesablanır. İndi bu da deyir ki, nəyə bərabərdir uzunluğu 30-a? Pi-də 3 verib, onda olacaq 2 vurulsun, 3 vurulsun, radius bərabər 30. Hər tərəfdə 6-ya böləndə olacaq r də bərabər nə eləyir? 5. Deməli, radius 5-dir. Bizdən də deyir ən böyük vətər. Ən böyük vətər təbii ki, söhbət nədən gedir uşaqlar? Bunu dəfələrlə hər zaman deyirəm, yaddan çıxartmayın. Ən böyük vətər diametr. Yəni 5 olacaq nə? 10 və yaxud da diametr biz bilirik ki, nəyə bərabərdir? 2 r-ə bərabər. 2 vur 5 yenə 10 eləyəcək. 15-ci sual. 15-də nə deyir bizə? Deyir, diaqramda Yusifin 4 gündə həll etdiyi tapşırıqların sayı verilmişdir. Yusif orta hesablı gündə neçə tapşırıq həll edib? Deməli, birinci gün neçə tapşırıq həll edib? 30. Üstə gəlsin, ədəd ortasını tapacaq da. İkinci gün 20-dir. Üstə gəlsin, üçüncü gün fikir verin, gəlir 10-a. Yəni 3-cü gün 10 olacaq. Üstə gəlsin 4-cü gündə olub neçə? 12. Burada yazıram 12. Neçə gün oxuyub? 4 gün. Yəni biz ədədləri toplayıb sayına bölürdük də ədəd ortada. Bu da bərabərdir. Olacaq 4-də 50, 60, 72 eləyir. 72-ni də 4-ə böləndə 18 düşür. Yəni günə orta hesabla 18 tapşırıq həll edib. 16-cı sual. Sadələşdirməyi soruşur bizdən. 0,36. 0,36-nı gəlin belə yazaq. Nə olacaq? %36 eləyir da. %36. Bunu da hər tərəfini 4-ə bölək. 25 burada qalsın. 9 da burada qalsın. Vurulsun. Burada əmsal neçədir? 2,9-da 2. Əmsalları birinci yazaq. Bu da 9-da neçə deməkdir? 18, 20 deməkdir. 9-da 20. Vurulsun. Bu da olacaq. A üstündə -5'i A üstündə 4'ə vuranda olacaq A üstündə -1. Yəni toplanılır qüvvətlər. Vurulsun B üstündə. B üstü 6 ilə B üstü -4'də bir qruplaşdıran. Bir-birinə vuranda üstlər toplanacaq. 6 ilə -4 toplayanda 2 qalır. Bir də C-nin qüvvətində nələr var? 3 ilə -5. Toplayanda da 3 ilə -5'i olacaq C üstü -2. Bu da bərabər yekun olaraq 9'lar istə olacaq. 5'ə böləndə burada 5, burada 4 qalacaq. Yəni yekunda 5'də 4, A üstü -1, B üstü 2, C üstü -2. Doğru cavab olacaq nə? D variantı. Bəzən burada uşaqlar düz tapıram. Burada qeyd edəndə səhv qeyd edirəm. Siz təbii ki, diqqətli olun. Əsas gedişatdır, həll üsuludur, həll yoludur. Amma yenə də diqqətli olaq.
Deməli 17 deyir, 8 saata 480 km yol gedən kater həmin sürətlə 6 saata nə qədər yol gedər? Deməli tənasüblə də eləyə bilərik. 8 saat 480 isə 6 saat x-dir. Buradan x-i taparıq və yaxud da belə də yaza bilərik uşaqlar. V-ni birinci sürəti taparıq. Məsələn 400 s bölünsün t-dir də. Bu da olar nə? 480 bölünsün 80. Bu da olacaq nə? 60 km bölünmüş saat. Sonra biz 6 saata nə qədər gedər onu taparıq. S bərabər VT-dir. Olacaq sürətimiz 60, T-miz də 6 deyir. Bu da eləcək nə? 360 km. Yəni doğru cavabımız olacaq D variantı və yaxud buradan da birbaşa 360 tapa bilərdiniz cavabı. Keçək 18-ci suala. Deyir qarşılıqlı sadə olan A plus 5, A üstə gəlsin 5 və B ədədlərinin əkobu 420-dir. Qarşılıqlı sadədirsə, onda əkoblar nədir? Onların hasilidir da. Onda olacaq B vurulsun, A üstə gəlsin 5, bərabər olmalıdır nəyə? 420-yə. Yəni qarşılıqlı sadədirsə, əkoblar nədir? Hasilidir. Buradan da vuranda olacaq AB plus 5B bərabər 420-yə. Bizə də şərtdə nə verib? AB plus 7B bərabər 450-yə. Onlar tənliklər sistemi kimi əlləyirik. Aşağıdan yuxarı çıxanda AB-lər islah olacaq. 7B-dən 5B çıxanda qalacaq 2B. 450-dən də 420 çıxanda qalacaq nə? 30. Onda B-miz də nəyə bərabər olacaq? 15-ə. Bizdən də B-ni soruşur. B-miz oldu 15, yəni D variantı. 19-cu sual. Deyir, mərkəzi O olan çevrədə ABO 30 dərəcə, ACO da 24 olarsa bizdən nəyi soruşur? BAC-ni. Deməli, belə bir uşaqlar şəkil var. Bura ilə də mərkəzi birləşdiriblər. Bura mərkəzi olacaq. Deməli, bura O-dur. Burada A bucaqdır. Bura 30-dur. Burada yazıram nə? 24. Onda biz bilirik ki, bura bir X bucağı yazsam, o da buna uyğun eyni qövsə söykənib. Bura X ise bura 2X olacaq. Bu da mərkəz bucaq olduğu üçün nə olacaq? Burada söykəndiyi qövsə bərabər. Və yaxud da bu daxili bucaqdır, bu da mərkəzi bucaqdır. Biri digəri kimisidir. İndi burada da biz bilirik ki, qaydaya əsasən 19-dur bu. Qaydaya əsasən nə bilirik? Bu üçünün cəmi bizdə. Bu üçünün cəmi bu ortadakı ədədi verməlidir. Yəni x 30 24 bizə verməlidir nə? 2x-i. Deməli yazıram 30 plus 24 plus x bərabər verməlidir 2x-i. Buradan x-i keçirdəndə 2x-dən x çıxanda x qalacaq. 24-dən də 30-un cəmi eləyəcək 54. Bizdən də BAC-ni, yəni x-i soruşurdu, elə oldu neçə? 54 dərəcə. Keçirəm 20-ci suala. 20. Deyir, kvadrat funksiyanın qrafikini əsasən cəmini tapın. Deməli, bizdə nöqtələri hökmən qeyd eləməliyik uşaqlar. Bu nöqtələr. Deməli, bizdə sərbəst hədd ordinatı neçədə kəsib? 1-də kəsib. Deməli, C-miz birbaşa yazıram 1-ə bərabər. Yəni, ordinatı Y oxunarda kəssə, sərbəst hədd birbaşa ona bərabər. İstər kvadrat funksiyada, istər xətti funksiyada. Deməli, toxunma nöqtəsi də, təpə nöqtəsi nədir? 1, 0 nöqtəsi. Deməli, mən apar funksiyamda yerinə yazsam, olacaq nə? Mənim funksiyam. Birinci funksiyamızı yazaq, olacaq y bərabərdir ax kvadratı plus bx. C-ni də nə tapmışdıq? 1. Deməli, üstə gəl 1. Burada bu nöqtəni nəzərə alaq. Onda y-in yerinə 0 yazanda məndə olacaq nə? X-in də yerinə 1 yazmalıyım. Olacaq a vurulsun 1-in kvadratı ilə a eləyir. Üstə gəlsin b vur 1, b eləyir plus 1. Buradan da 1-i sağa keçirdəndə olacaq nə? A üstə gəlsin b olacaq bərabər -1. İndi bizdə də şərtdə nə verib? A plus B bərabər A plus B plus 3C. Biz A plus B-ni elə komple neçə tapdıq bir yerdə? -1. C-ni neçə tapmışdıq? 1. Yəni 3 vur 1. Bu da 3 ilə -1 toplayacaq. Eləcəyinə müsbət 2. Yəni yekun cavabımız olacaq 2. 21-ci sual. Qəşəng sual idi. 21-ci sual. Deyir, yolun 16'da 9 hissəsi təmir olunduqdan sonra 77 kilometr təmir olunmamış qalır. Yəni 16'da 9'u təmir olunubsa, onda 16'da bir tamdan çıxacaq da 16'da 7'si təmir olunmamış qalıb. Bu da 77'yə bərabərdirsə, 16'da 7'si 77'yə bərabər olan ədəd tapacaq. Buradan da olacaq onda nə? Hissəsini görə ədəd tapanda ədəd hissəsini göstərən ədədə bölürdük. Ədədin hissəsini tapanda vururduq. İndi bu hissəsinə görə ədədin tapılmaz. Böləndə nə edirdik? Çarpaz vururduq. Yəni 7'də 16 olacaq. 7 ilə 77 ixtisar edir 11 qalır. 11'də 16'ya vuranda 176 kilometr etməlidir. Bizdən də yolun uzunluğunu soruşur. 176 kilometr. İnşallah ki düz vurdum. 22-ci sual. Deyir ki, yəni burada kvadrat görürsünüzsə uşaqlar. Deməli kvadrata yüksəldəsiniz da siz bunu. Yəqin ki artıq bu tipli test qarşınıza çıxıb. Onda A üstə gəlsin 1 bölünsün A bərabər 5 tənin hər tərəfin kvadrata yüksəltsək.
Təbii ki, sağı da yüksəldin. Birdən bəzən uşaqların yadından çıxır. Sağ tərəfdə yüksəlməlidir. Yəni 5 də yüksəldəcək. Olacaq birincinin kvadratı. Üstə gələk birinci vuraq ikincinin 2 misli. Bir də üstə gələk ikincinin kvadratı, yəni 1 böl a-nın kvadratı bərabər 25-ə. Buradan a-lar ixtisar gedir. Qruplaşdırsa olacaq a kvadrat üstə gəlsin 1 böl a kvadrat. Burada a-lar ixtisar getdi, 2 qaldı. Onu da sağa keçirdəndə 25-dən çıxacaq da, mənfiləşirək. Qalır 23. Elə bizdən də nəyi soruşurdu? A kvadrat plus b kvadrat oldu neçə? 23 bizim yekun cavabımız. Keçdik elə 23-cü suala. 23-də nə istəyir? Deyir ki, ədədin 9-a bölməsindən alınan qalıq m. Yəni 9-a bölmə əlaməti nə idi? Rəqəmləri cəmi. İndi 2586-ın rəqəmləri cəmi 8, 5, 6. Bu da bərabər eləyəcək. 15, 21. 21 də 9-a bölündə qalıqda nə düşür? 2 düşür, qalıqda qalır 3 da, bəli. Deyir bu m-dir. Deməli, tapdıq ki, m bərabərdir 3-ə. Sonra deyir 2376-nı 10-a böləndə son rəqəminə baxırıq da. Elə burada nə olacaq son rəqəmi? 6-dırsa, elə qalıqda qalacaq nə? 6. 2370. Bunu belə yaza bilərik də. 2370 plus 6. Bunu 10-a elə böləcəyik. Buradan bu ədəd 10-a bölünür. 6-nı da 10-a bölündə elə qalıqda nə qalacaq? 6-nın özü. Deyir, ona qalıq n-dir. Deməli, n-imiz oldu 6. Bizdən deyir, n plus m cəmini 5-ə bölün. Onda n plus n bölünsün 5 bərabərdir. Biri 3 idi, biri də 6 idi. Toplayanda eləyir 11. 11 də 5-ə bölündə qalıqda qalacaq nə? 1. Yəni, yekun cavabımız 1. Ümumiyyətlə, qalığı tapırsınız uşaqlar bu tipli misallarda. Aparıb, harada n var, aparıb yerinə yazıb yenidən hesablayırsınız. 24-cü sual. Deyir, açıq bucağın təpəsində çıxan şüa biri digərindən açıq bucaq çəkək. 60 dərəcə kiçikdir. Onda birinə x yazaq, 1x plus 60 olsun. Deyir, böyük bucağın dərəcə olsun. Yəni, bu ikisinin cəmi bizə nə verməlidir? 180. X plus 60 plus x bərabər 180 açıq bucaqda. Buradan da 2x bərabər 180-dən 60 çıxanda qalar 120. X də bərabər olur nəyə? 60-a. Deməli, biri 60 dərəcədir, bir də 120 dərəcədir. Bizdən deyir, böyük bucağın dərəcə ölçüsünü tapın. Oldu 120. Keçdik buradan 25-ə. Ümid edirəm, hər şey yaxşıdır. Deməli, 4 vurulsun. 4 vurulsun. Burada olacaq 4-də 5. Çıxılsın. 4-də 3 vur. Yəni, burada durub 4-də 5-dən 4-də 3 çıxmayın. Burada vurma var. Buradan da 9-da 16-dan nə çıxır? 3-də 4 çıxır da. Bu da bərabərdə olacaq 4 vurulsun kökün altında. Bunlar zaten elə islah gedir. 1 qalır yerində. 4-də 5-dən də 1 çıxanda nə qalacaq? Deməli 4-də 5 çıxılsın 1. 1 də elə 4-də 4 yazaq. Bu da qalacaq 4 vurulsun. 4-də 1 qalır burada da. 4-də 1-dən də nə çıxır? 2-də 1. 4-də 1, 4 də 2-də 1-ə vuranda nə olacaq? 2. Yəni yekun cavabımız 2. Yəni etap gedirik. Ən daxildən başlayırıq. Kök çıxarda, kökdən çıxarda azad eləyə hesablayırıq. 26 deyir, ay işıq nədir? A işıq mənbəyindən düşən işıq şüası B güzgüsündə əks olunaraq C divarında mənbəyin xəyalını yaradır. Xəyal güzgü hansı məsafədə yaranır? Deməli, burada gördüyünüz kimi uşaqlar, bu şəkili buradan çəkək. Burada 2 dənə düz bucaqlı bucaq olacaq. Buraları birləşdirək. Deməli, bunu biraz kiçik çəkək. Çünki burada kiçikdir, düz alınsın. Buradan təqribən belə bir şəkil çəkiblər. Burada 2 dənə nə olacaq? Düz bucaqlı bucaq. Bura 5-dir, bura 10-dur. Bu bucaqlar da deyir bir-birinə bərabərdir. Alfa yazıblar. Onda bu bucaqlar da bir-birinə bərabər olacaq. Burada beta yazaq. Burada deyir 6-dır. Onda uyğun nisbətləri götürək də. Burada düz bucaqdır. Onda 10 düz bucağın qarşısındakı. Buradakı düz bucağın qarşısındakına bölərəm. Yəni buradakı bu 2 bucaq oxşardır da. Deməyə ehtiyac yoxdur. 10 bölünsün 6 bərabərdir. Bu alfanın qarşısındakı tərəf 5-in. Buradakı alfanın qarşısındakı tərəf burada h olsun. Lap x veriblər, x olsun. Bölünsün x-ə nisbət. Buradan da çarpaz vurunda x bərabər olacaq. 6 vur 5 böl 10. Bu da eləcək neçə? 3. Yəni doğru cavabımız 3 olacaq. Və yaxud da 2 dəfə kiçikdirsə katet petonuzdan burada da 2 dəfə kiçik olmalıdır. Altdan kiçik 3. Əldə kifayət tapa bilərsiniz. Yekunda x-imiz oldu 3. Keçdik 27-yə. 27-də nə istəyir? Bu nədir? Bu nədir? Hər biri 4-cü dərəcədəndir. Bir kökdə yaza bilərik. Onda olacaq nə? 4 üzr istəyirəm. Olacaq 6 çıxılsın kök altında 20. Bir də 6 plus kök altında 20 kimi yaza bilərik. Bu da olacaq 4-cü dərəcədən
A kvadrat minus B kvadrat. 6'ın kvadratı 36 çıxılsın 20'nin kvadrat. Kök altı 20'nin kvadratı ilə 20 eləyəcək. Çıxanda qalacaq nə? 4-cü dərəcədən 16. 16 da 2 üstü 4 deməkdir. Elə 2 çıxacaq. Yəni ikinci cavabımız 2 olacaq. 28-ci sual. Deməli, deyir ifadəsinin qiymətini tapın. A plus B, A minus B kimi atsa olacaq 10 çıxılsın 8. Bir də 10 üstə gəlsin 8. Bu da bərabər bölünsün 18 bərabər. Toplayanda çıxanda 2 eləyir. Toplayanda 18 bölü 18. Yəni 18-də ixtisar gedir. Qalır nə? Yekun cavabımız 2 varmı? Bəli, Y variantı olacaq 28-də. Keçək 29-cu suala. Çevrə sualı var belə bir. Deyir, o mərkəzli çevrədə ACO, deməli, bu OTK-ya düşmüş sualdır. Deməli, belə bir çevrəmizi çəkək buradan. Təqribən bu şəkildə. Bu da belə. Aha, bura A-dır, bura C-dir, burada B-dir. Buradan da mərkəzi birləşdirib. Burada yazıblar ki, nə? 40 dərəcə. Buranı düz çəkək biraz. Aha, burada o mərkəz. İndi bizə deyir ki, B bucağını tapın. Gəlin görək nə edərik. Buradan da gəlin A-nı birləşdirib. Bura 40-dırsa, bunlar bərabər yanlı olur da, radius olaraq. Onda burada 40 olacaq. Onda bura 40-dırsa, burada 40-dırsa 80 eləyir. 180-dən də 80 çıxanda bura olur nə? 100 dərəcə. Bu 3 bucaq alınır da burada. Bura 100 dərəcəsi onda söykəndiyi qövs, daxili bucaq, bu da olacaq 100 dərəcə. Elə B bucaqda həmin qövsə nə edib? Söykənib da 100 dərəcəli bucaq. Olacaq nə? Mərkəz bucağın və yaxud da söykəndiyi qövsün yarısı, yəni 50 dərəcə. Bu da əla suallardan biri idi. 30-cu sual, baxaq 30-a. Deyir ifadəsinin ən kiçik qiymətini tapın. Deməli, ən kiçik qiymətini tapanda uşaqlar belə eləyək. Baxın, buradan yazıram. 2x minus 4x plus 6. Buna parabola kimi baxın, ən yaxşısı. Deməli, qollar bizdə yuxarıdır. Qollar bizdə yuxarıdır. Ən kiçik qiyməti nə olacaq? Funksiya, n-i tapmaqla tapa bilərik. Deməli, A sıfırdan böyük olanda olacaq bizim həllimiz n müsbət sonsuzluq. Qollar aşağı olanda, A sıfırdan kiçik olanda olacaq mənfi sonsuzluqdan n-ə qədər. Yəni təpə nöqtəsinin, funksiyanın təpə nöqtəsini tapmalıyıq da, n-i tapmalıyıq. Buradan da n necə tapılırdı? M-i də tapıb yerinə qoyub qiymət tapa bilərsiniz. Və yaxud da n-in birbaşa düsturu var. 4ac çıx b kvadrat bölünsün 4a-ya. Bu düsturla da tapa bilərsiniz. Və yaxud da dediyim kimi M, yəni qiymətləri yerinə yazarıq da. Bu A-dır, bu B-dir, bu da C-dir. Və yaxud da mənfi B böl 2A-dan taparsınız M-i. Elə gəlin bununla gedə istəyirsiniz. Fərqi yoxdur. Bununla da gedə bilərik bununla. Bu olacaq nə? Mənfi 4-ün əksi ilə olacaq 4 bölünsün 2A-ya. 2 dəfə 2 ilə 4 eləyəcək, olacaq 1. Apar funksiyada yerinə yazarsınız. Olacaq 2 vurulsun 1-in kvadratı üstə gələk. Daha doğrusu çıxılsın 4 vurulsun 1 plus 6. Bu da bərabər olacaq 2 minus 4 plus 6. Bu da bərabər eləyəcək nə? 4. Yəni yekun qiymətimiz olacaq 4. Bu da oldu belə. Ümid edirəm başa düşdünüz. Keçək 31-ci suala. Deyir əkop 60-80. Ən yaxşısı buradan inəyək. 60 ilə 80-də ən böyük orta paydan 20-ni çıxardaq qarşıya. Olacaq 20 vurulsun əkop. Burada qalacaq 3, 4 bölünsün. Buradan da 20-ni çıxardaq. Olacaq əbob. Yəni bilirik ki, qarşıya çıxarda bilirik də. Burada da qalacaq yenə 3 ilə 4. 3 ilə 4 ardıcıl ədədlərdir və yaxud qarşılı sadədir. Əkobları olacaq onların hasili. Yəni 20 vur. Zaten burada 20'lər ixtisar gedəcək. Burada olacaq 3 ilə 4-ün hasili 12. Burada da əboblar da 1-ə bərabərdir. 12 böl 1 ilə 12 düşəcək. Buradan yazıram 12. Uşaqlar, burada ola bilər ki, deyirsiniz ki, əkob necə tapılır? Yəni artıq onu deməyin. Çünki ilin günün bu vaxtında əkobu soruşmurlar. Orada vuruqları ayırırıq, böyük ədəd götürülür. Hansı yoxdursa kiçik ədəddən də böyük ədədə əlavə olunur. Vuruqlar. 32-də yəni hər zaman demək olar ki, biz uşaqlarla belə işləyirik. Yəni ən böyüyü çıxardırıq qarşıya, əbob, əkob qarşısına, ondan sonra hesablayırıq. Zaten orada içəridə qarşılı sadə ədədlər alınır. 32-də deyir alfa bucağı iti bucaq olarsa n-in ən böyük tam qiymətini tapın. İti bucaq hansı aralıqda dəyişir? 0-dan böyük 90 dərəcədən kiçik olmalıdır. Onda olacaq 32 plus 4-in kiçik olsun 90-dan, böyük olsun 0-dan. Buradan da hər tərəfdən 32 çıxsaq nə qalacaq? Bizdən ən böyüyünü soruşur. Ən böyükçə 0 tərəfini hesablamasaq da olar. Buradan olacaq nə? 4n kiçikdir. 90-dan 32 çıxanda qalacaq 58. Burada olacaq n də kiçikdir. 58-ə 4-ə böləndə neçə düşür? 2-yə böləndə 29 düşür. 29-da 2-yə böləndə 14 tam onda 5. Düzdürmü?
Heç səhv eləmədik. 14,5-dən də kiçik tam ədəd 14-dür da. Yəni ən böyük tam qiyməti olar 14. 33-cü sual. Deyir trapesiyasında, ABCD trapesiyasında trapesiyanın şəklini çəkək. Aha, A-dır, B-dir, C-dir, D-dir. Buradan da belə bir düz xətt çəkirəm. Burada biraz trapesiyamız belə çəkək. Deyirəm uşaqlar, elə eləyək ki, tam olsun. Çünki burada üst tərəfi də yan tərəfə bərabərdir demək olar. Təqribən elə çəkək, bənzəsin. Aha, indi bərabərə oxşadı. Bunu da özünü sürüşdürək yuxarıya. Aha, deməli, belə. Bu da oldu diagonal. İndi bizdə nə deyir? Deyir ACD, ABC, bucaq ACD, ACD bərabərdir ABC-yə. Bu bucağa bərabərdir. Zaten bu bucaqlar da burada Z yaranır deyə bu bucaqlar da bərabər olacaq. Onda avtomatik olaraq bu bucaq da bu bucağa bərabər olur. Yəni oxşar 3 bucaq var. Deyir AD 15, AD 15, BC 10. Bizdən AC diagonalının uzunluğunu soruşur. Burada bir T deyirəm. Bu bucağın qarşısındakı tərəf 10 bölünsün. Buna uyğun bucaq. Bucağın qarşısındakı tərəf T-yə bərabərdir. Buranı silirəm. Sonra bu bucağın qarşısındakı tərəf T-nin buna uyğun bucaq, yəni bu bucağın qarşısındakı tərəf 15-ə nisbət. Zaten bilənlər bilir, diagonalın kvadratı oturacaqların hasildir. Çarpaz vuranda olacaq 10 vur 15, neçə eləyir? Bu da 150. Kök alanda olacaq 150, 6 vur 25 deməkdir. Buradan 5 kök altda 6 olacaq. Var belə cavab, bəli. Doğru cavab olacaq 33-də A variantı. Sonra keçdik neçənci suala? 34-cü sual. Deməli. Deyir, çoxlar üçün A kəskir B fərq C-ni tapın. A ilə B-nin kəskirməsini tapaq hələ. A ilə B-nin kəskirməsi, yəni ortaq olanlar. 1 var, hər ikisində 2 var, 3 yoxdur, bir də 5 var. İndi deyir ki, bu fərq C. Bunun C-də olmayanlar. Deməli, A kəskir B fərq C. Bu da bərabər olacaq. Bu ifadənin C-də olmayanlar 1 var, götürməyəcəm, 2 yoxdur, 2-ni götürürəm, 5 yoxdur, 5-i götürürəm, 2, 5. Yəni doğru cavab olacaq B variantı. 35-ci sual. 35. Deyir AB, BA. Burada açılış nə olacaq? Olacaq 10A üstə gəlsin B, üstə gəlsin 10B plus A-ya. Bu da bərabər olacaq 88 vurulsun A çıx B. Buradan toplayanda eləyəcək 11A plus 11B bərabər 88 vurulsun A çıx B-yə. Buradan hər tərəfi 11-ə bölərəm. Olacaq A üstə gəlsin B bərabərdir. Burada da 8 qalacaq da. 8A birbaşa ilə vurub asırım. 8A çıxılsın 8B. Buradan da ixtisarlarımızı aparsaq 8A-dan A çıxanda qalacaq 7A bərabər 8B-ni bu tərəfə keçirəndə toplayacaq. Olacaq nə? 9B. Deməli A bərabər olacaq 9K. B də bərabər olacaq 7K-ya. Zaten burada K1 olacaq. Çünki 2 ola bilməz. A 18 ola bilməz də rəqəm olmalı. Deməli A ilə 9 olur. B də 7 olur. Bizdən deyir şərtini ödəyin. 2 rəqəmli AB ədədini tapın. Oldu neçə? 97. Bunu da yazaq. 97. 36-cı sual. 36 şəkli mütləq çəkməliyik. Buradan düz xətt çəkirəm. Buradan da belə. Buradan da belə və belə. Deməli, bura 110'dur uşaqlar. Burada 150 dərəcədir. Aha. İndi bizdən nə istəyir tap? X bucağını soruşur. Onda mən buradan belə bir düz xətt çəkərəm. Onda bura 150-dirsə, burada 150-dir. Uyğun bucaqlardır. Onda bura 150-dirsə, içəriyə qalacaq 30 dərəcə açıq bucaqda. Burada qalacaq nə? 70 dərəcə. 30, 70, burada X. Deməli, 70 plus 30 plus X bərabər olmalıdır nə? 180 dərəcə üst bucaqda. X də bərabər olacaq 30-dan 70, 100 eləyir. 180-dən də 100 çıxanda qalır 80 dərəcə. Bura yazıram 80 dərəcə. 37-ci sual. D nöqtələrdən neçəsi düz xəttinə aid deyil? Düz xəttinə aid deyilsə, yəni həmin düz xətt üzərində deyil. 1, 2, 3, 4. Cavabımız olacaq nə? 4 ədədi bu düz xəttə aid deyil. 38-ci sual. Buradan da deyir, çox adısını vurğulara ayırım. Buradan 5A-nı çıxartsaq qarşıya, 5A-nı qalacaq nə? X kvadrat çıx 4.
Bunda yenidən a plus b, a minus b kimi yazsaq, elə bir 4 2-nin kvadratıdır da. Bu da olacaq 5a vurulsun x minus 2, bir də x üstə gələk 2. Varmı belə cavab? 5a vurulsun. Bəli, Y variantında var. Doğru. Keçirik 39-cu suala. Deyir AC neçədir? Deməli AC-miz 10-dur. BK bizdə 5-dir. Deməli uşaqlar, burada birbaşa 10-u 5-ə də vura bilərsiniz. 50 olacaq cavab. Və yaxud da həll üsulu desəz, baxın K buradır. Burada görsənməyib. K buradır. Burada onda K-dan deyə bilən x deyirəm. Onda nə olacaq? Olacaq ümumi üçbucağın sayəsindən biz buradakı balaca üçbucağın sayəsini çıxırıq. Deməli onda ümumi üçbucağın böyük üçbucağın sayəsi olacaq nə? Burada 5-də, bura verilib 5 BK. Olacaq oturacağı 2-də 1 vurulsun. Oturacağımız 10-dur. AC vurulsun 5 plus x-a. Bundan da çıxacağım kiçik üçbucağın sayəsini. Bu nə olacaq? 2-də 1 vurulsun. Burada x-dır hündürlük. Oturacaq da 10-dur. Olacaq x vurulsun 10 bölünsün 2'ye. Hatta 2'miz bölü 2 yazmışıq. X vur 10. Bu da bərabərdir. Buradan elə 2 ilə 10 ixtisar gedir. Burada 5 qalır. Olacaq 5 vur 5 25. 25. Üstə gəlinsin 5x-a vuranda 5x çıxılsın. Buradan 2-də 1-i 10-a vuranda elə qalacaq nə? 5x. Bu da bərabər olacaq. 5 ixtisar gedir. Qalır nə? 25. Və yaxud da bayaq dediyim kimi cavabımız oldu 25. Bayaq dediyim kimi adi qaydada elə üçbucağın düsturundan gedərsiniz. 2-də 1 vurulsun 5 vurulsun 10. Bu da bərabər yenə eləyəcək 25. 40-cı sual. Deyir ifadəsini sadələşdirin. Burada ifadəsini sadələşdirməkdən ötürü neyləyirik? Buradan 11 üstü n. 22 üstü n'i yazaram 11 üstü n vurulsun 2 üstündə n şəklində parçalayarıq. 33-də yazarıq 11 üstü n vurulsun 3 üstündə n. Yəni vuranda yenə qüvvətlər eynidirsə əmsallar bir-birinə vurulur. 33 üstü n olur və yaxud da 22 üstü n olur. 6 üstü n-də parçalayacağım 2 üstü n-dən 3 üstü n kimi yazıram. 11 üstü 3 n-də elə 11 üstü 3 n şəklində qalsın. Buradan da 2 üstü n-lər, 3 üstü n-lər islah olacaq. Burada da bir-birinə vuranda 11 üstü n, 11 üstü n, 11 üstü n. Üstlər toplanılacaq. Olacaq 11 üstü 3 n. Məxrəcdə də qaldı nə? 11 üstü 3 n. Burada da elə bir-birinə böləndə doğru cavabımız olacaq nə? 1. 41-ci sual. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə deməli birləşdirəcəm. Deməli A-dır, B-dir, burada C-dir. Burada mərkəzdir. Düzbucaqlı üçbucaq yaranacaq təbii ki burada. Deyir, perpendikulyardır. Deyir, A, B 5'dir. Yəni buraya yazıram 5. Sonra BC 12'dir. Bura 12 yazıram. 5 12 isə düzbucaqlı üçbucaqda. Burada olacaq nə? 13. 5 12 13 düzbucaqlı üçbucaq. Kvadratları cəmi 169 verir. Oradan da 13 çıxır. İndi deyir, çevrənin radiusunu tapın. Bura 13 isə onda radius bunun yarısı olacaq da 6 onda 5. Yəni Y variantı olacaq. 42-ci sual. 42-də görək bizdən nə istəyir. Deyir, A olarsa ifadəsi cəmini A ilə ifadələyin. Deməli, onda biz belə yazaq. 6-da 1 də bunu tam olur. Bunu alt-alta yazıb toplamaqda olar bir-birləri ilə. Və yaxud da ki, 7 tam 6-da 5 belə yazarıq. 8 çıx 6-da 1 kimi. Yenə 7 tam 6-da 5 eləyir də. 8 tam 7'də 6'ını yazaram. 9 çıxılsın 7'də 1 kimi. Bir də 9 tamda yazaram. 10 çıxılsın 8'də 1 kimi. Bu da bərabərdir. Yenə buradakı ifadənin ədədini özü eləyir də. Buradan da olacaq 8, 9, 10. Cəmi eləyəcək neçə? 17, 27. Çıxılsın 6'da 1, çıxılsın 7'də 1, çıxılsın 8'də 1. Buradan da mənfin qarşıya çıxardaq. Onda bunların hamısı plus olacaq. Bu da bərabər. Bu cəmdə bizə nə verirdi? A-nı verir də, düzdür. Bu da olacaq 27 çıxılsın A. Yəni doğru cavab olacaq Y variantı 42-də. Keçək 43-cü suala. Deyir, funksiyasının qrafikinə əsasən cəmini tapın. Deməli, sərbəst hədd 4-dürsə, deməli mənim C bərabər olacaq 4-ə. Buradan da bir də mənim koordinatım nədir? 2, 0. Yazıram 2, 0. Qiymətləri yerinə yazaq.
Deməli onda burada olacaq 0 bərabərdir 2-nin kvadratı 4a üstə gəlsin 2 vur b 2b olacaq. Bir də üstə gəlsin c'miz də 4 idi. Buradan da hər tərəfi 2-yə bölək. Onda olacaq 0 bərabərdir 2a plus b plus 2'ye. Buradan da olacaq 2a plus b bərabər 2'nin sola keçirənin mənfi 2 olacaq. Bizdən də nəyi soruşur? 2a plus b üstə gəl c'ni soruşur. 2a plus b elə biz tapdıq ki, nəyə bərabərdir? Mənfi 2. Yazıram mənfi 2 üstə gəlsin. C nəyə bərabərdir? 4'ə. Bunu da üstünə yazıram 4. Yekun cavabımız toplayında olacaq neçə? 2. 44-cü suala baxaq. Deməli 44-də nə olacaq? Deyir tənlər sisteminin həlli 3 bir cüzü. Yəni həlli verilibsə, yəni aparıb qiymətlərini yerinə yazmalı. Onda olacaq x-in yerinə 3, y-in yerinə 1. Olacaq 3 üstə gəlsin 3 vur 1 bərabər m. Buradan da m bərabər olacaq 6'ya. İkinci tənlikdə yerinə yazsaq, olacaq 3 vurulsun 2 çıxılsın 1. Bu da bərabər n. Buradan da n bərabər olacaq nəyə? 3 dəfə 2 6, bir də çıxanda 5 qalır. Bizdən də nəyi soruşur? Bunların cəmini m plus n cəmini. 6 ilə 5-in cəmi nə eləyəcək? 11 eləyəcək. Doğru cavabımız olacaq 44 A variantı. 45. Deyir tənliyinin kökü çoxluğun elementlərdən biri olarsa A parametrinin qiymətini tap. Deməli bu tənliyin kökü, yəni x-in yerinə yazılacaq ədəd 4, 5, 6-dan biridirsə, mən bilirəm ki, burada məxrəcdə 0 olmaz, 5 olmaz. Burada da x minus 4 var, 4 də yaza bilmərəm. Bir dənə qalır nə onda? Kökümüz 6. Deməli x-im, yəni köküm 6-dır. Harada x var, yerinə 6 yazmalıyım. Olacaq 3 bölünsün 6 çıx 5 bərabərdir a çıxılsın 1 bölünsün 6 çıx 4. Buradan da olacaq 3 bölünsün 6'dan 5 çıxanda 1 qalır. Bərabərdir a çıxılsın 1. 6'dan 4 çıxanda çıxar. Buradan da çarpaz vuranda onda olacaq nə? A çıx 1 bərabər 6'ya. A da bərabər 7'yə. Yəni doğru cavabımız olacaq A variantı. 46-cı sual. 47 deyəcəydim. 45 dedik. Bəli, 46-cı sual. Deyir, bərabərsizliyin tam həllərinin sayını tap. Deməli, bu iki qat bərabərsizlikdir uşaqlar. Yazıram 1 kiçik bərabərdir x minus 5. O da kiçikdir 11. Hər tərəfə müsbət 5 əlavə eləyərəm. Yəni, burada x-i yalnızlaşdırmalıyam da. X-i tapıram, x tək qalsın. Hər tərəfə müsbət 5 əlavə eləyəndə plus 5, plus 5, plus 5. Onda olacaq 6 kiçik bərabər 2x. 5'lər burada islah olur. Kiçikdə 11'in üstündə də 5 gəndə 16. Hər tərəfdə 2'yə bölərəm. 3 kiçik bərabərdir x-a. O da kiçikdir 8'dən. Hər tərəfi 2'yə böldüm. İndi tam həllərin sayını tap. 3, 3'dən böyük 8'dən kiçik. 3'ün özü daxil. 3, 4, 5, 6, 7, 8 də daxil deyil. Olacaq neçə dənə? 5 dənə. Yəni doğru cavabımız olacaq 46'da A. 47-ci sual. Həmin şəkli şərti oxumadan birbaşa çəkirəm. Buradan 45 dərəcədir bura. Biz bilirik ki, ümumi 90 dərəcədir. Bura 45 isə deməli burada 45-dir. Tən bölən. Burada 45 isə burada z alınır. Onda burada 45 olur. Ümumiyyətlə tənbölən varsa qarşı tərəfdən yan tərəfi bərabər hissə ayırır. İndi perimetr 28. Bura A desəm, burada A olacaq. 7. B'ye də deyir. Bura 7, bura C'dir, burada B. B'ye YC 3'ün 1'ə nisbətindədir. B'ye yəni 3'dür, 3K'dır. Onda burada heç A ilə işarələməyək. Birbaşa deyək. 3K'dır, bura K'dır. Onda ümumi 4K olur uzunluq. Bura 3K'dırsa yan tərəflər bir-birinə dedik bərabərdir. Onda burada 3K olacaq. Perimetr necə tapılır? P bərabər 2 vurulsun 3K plus 4K bərabər perimetrimizdə neçə idi? 28 bərabər 28. Buradan toplayanda 7K vuranda 14K bərabər 28. Onda K da bərabər olacaq 2. Bizdən deyir diagonal tap. 2-dirsə K. Onda bu olacaq 2 vur 4 8. Bu da olacaq 2 vur 3 6. Onda mən buradan diagonal çəksəm, buranı silirəm. Burada düz buzaqlı buzaq yanar. 8 6. 64 ilə 36 eləyir 100. 100-dən də çıxır 10. Yəni doğru cavabımız D variantı olacaq 47'də. 48 baxaq görək nə deyir. Deyir 2 eyni nasos hovuzun 3/1'ni 3 saata doldurur. İkisi eyni vaxtdan söhbət gedir. İkisi birlikdə 3/1'ni 3 saata doldurursa, 3/1'i 3 saatsa, onda tam bir hovuzu 3/1'i 3 olan ədəd 9 olacaq da 9 saata doldurur. Demək ikisi birlikdə hovuzu 9 saata doldurur. İndi deyir ki, bir nasos hovuzun 1/2 hissəsini neçə saata doldurur? Birincisi, ikisi bir yerlikdə 9 saata doldurursa, bunlar eyni gücdədirsə, onda biri ayrılıqda dolduracaq nə? 18 saata. Deməli, bir nasos dolduracaq 18 saata. Yenə deyirəm, ikisi bir yerlikdə 9 saata doldurur. Onda ikisi bir yerdə
gücünü birləşdirib 9 saata doldurursa, onlardan artıq biri ayrıca daha gec dolduracaq da. 9 saatdan tez doldurası deyil ki. İkisi birlikdə zaten 9 saata doldurur. Ayrılıqda 2 dəfə nə olacaq? Çox vaxtda doldurmalıdır. Yəni 9-un 2 misli. İkisi birlikdə 9 saat idisə, onda biri 18 saata dolduracaq. Bir nasos. Buradan da nə olacaq? Yəni bunu belə də tənlik qura bilərik. 2 9 isə 1 x-dır. Tərs mütənasiblə həll edərik, fərq eləməz. Deyək bir nasosun 2/1 hissəsi neçə saata doldurar? Bir nasos hovuzun 2/1 hissəsini neçə saata doldurar? Tam belə desək 18 saata doldursa 2/1-ini belə desək dolduracaq nə? Yarısını 9 saata da. Yəni yenidən 9 saat olacaq. Yəni tam 18 saata doldursa yarısını 2/1-ini 9 saata dolduracaq. Deməli bizdə verilib belə bir nisbətlər. Onda alfamız 3K-dır, betamız. Yəni bunların hamısının cəmi bizə nə verməlidir? 120-ni verməlidir. Onda alfamız 3K-dır, qammamız 4K-dır, daha doğrusu betamız. Qammamız da 5K-dır. Bu da bərabər 120 dərəcə verməlidir. Toplayanda eləyəcək. Neçə eləyir? 12 eləyir də bər. 12K 120-dirsə K da bərabər 10-dur. Deməli bizdən də qamma minus alfanı soruşur. Qamma çıxılsın alfa bərabər. Qammamız bizdə 5K idi. Alfamız da 3K idi. Çıxanda qalır 2K. K'mız da 10 idi. 2 vurulsun 10 bərabər 20-yə. Doğru cavab D variantı. 50-ci sual. Deyir çevrəsinin radiusunu tapın. Buradan birbaşa yazıram. Nə? X kvadrat qruplaşdırım. Çıxılsın 12x. Sonra yazıram y kvadrat plus 6y. Çıxılsın 4 bərabər 0. Bunu qruplaşdırsam, bu 12-ni də belə yazıram uşaqlar. 2 vurulsun 6 vur x. Bunda yazıram 2 vurulsun 3 vurulsun y. Deməli bizdə olacaq. 2 misli düsturumun özündə var. Birinci vuraq, ikinci də. Deməli mənim birinci ədədim zaten burada da var. X çıxılsın, digəri nə olacaq? 6. Həqiqətən birincinin kvadratı var. Birinci vuraq, ikincinin 2 misli 12x var. Bir dənə burada nə yaranır? Plus 36. Amma burada plus 36 yoxdur. Ona görə çıx 36 yazıram ki, bu ifadənin özü qalsın. Üstə gəlsin, burada da yazıram. Birinci zaten y-dir. Toplamadır, olacaq üstə gəl. Birinci vuraq, ikincinin 2 misli. Yəni o birisi nə olacaq? 3. Yəni burada niyə 2 vur yazdım? Çünki 2 misli hər zaman var da. Düsturun özünə aiddir. Ona görə 2 vur şəklində yazıram. Bu da olacaq bunun kvadratı. Burada bir dənə yaranır nə? Plus 9 yaranır da 3-ün kvadratıdır. Birincinin kvadratı var. Birinci vuraq, ikincinin 2 misli 6y var. Bir dənə plus 9 da yaranır. Ona görə çıx 9 yazdım. Çünki burada 9 yox. Bir də misalın özündə çıx 4 var. Bərabər 0 eləyirəm. Buradan da yekun olaraq x minus 6 plus y plus 3-ün kvadratı. Çıx 36 çıx 9. Elədi çıx 45. 4-də çıxanda mənfi 49. Sağa keçində elə müsbət 49. Bu da ümumi düsturum x minus a-nın kvadratı plus y plus daha doğrusu minus b-nin kvadratı bərabər r kvadratı. R kvadratımız 49, onda radiusumuz nə olacaq? 7. Yəni Y variantı doğru olacaq. Bu da mərkəzlərdir. Bunun mərkəzini də yazaq. Mərkəzi də 6 mənfi 3-dür. Burada duran ədədlərin əksini götürürük. Ola bilsin mərkəzdə soruşsun sizdə. 51-ci sual. Deməli deyir ki, əbob AB 5-dir, A vur B-də 75 olarsa, A plus B ifadəsinin qiymətini tapın. Deməli onda A-nın yerinə ən böyük ortaq bölünənlər 5-ə bölünür də hər biri. Onda yazıram A-nın yerinə 5x, B-nin də yerinə yazıram 5y. İndi bizdən də A plus B-ni soruşur. Daha doğrusu hasili bizə 75 verilib. Onda yazaram A vur B bərabər 5x vur 5y bərabər 75-ə. Buradan 5 vur 5, 25xy bərabər 75 olacaq. Xy də bərabər olacaq 3-ə. Bizdən də deyir A plus B ifadəsinin qiymətini tapın. İndi burada da ortaq olmayan sadə vurğuların hasili 3 isə, deməli ədədlərindən biri 1-dir, biri də 3-dür. Hasil 3 isə başqa bir qiymət yoxdur. Onda mən x-a elə 1 deyək, olacaq A bərabər 5x idi də. 5 vur 5, 5 vur 1, 5 eləyir. B-də 5y idi, 5 vur 3 eləyəcək 15. Deməli ədədin biri 5, biri 15-dir. İndi deyir ki, ifadəsinin qiymətini tapın, A plus B. İndi bizdən də topla deyir. 15 ilə də 5 toplayanda nə olacaq? 20. Yəni doğru cavabımız olacaq C variantı. 52-ci sual. Böyük ehtimalla 60-a qədər izah edirəm. Qalanında sabah izah edirəm. Bugün vaxtı yoxdur əslində. Vaxt olsa hamısını izah edirəm. Problem deyil. Qalanında sabah ya canlı şəklində ya da video şəklində izah edirəm. Hansını ürəyiniz istəsə yorumda yazın, eləyik. Deyir diaqramda 2 aylıq mouse, notebook, skaner və printer satışın sayı göstərir. Yanvar ayında deyir satılan mouse və notebook sayı
Yanvarda, yanvar budur da. Yanvarda nə qədər satılıb baxaq. Yanvarda satılan mouse notebook'a baxacağıq. Mouse, hanı mouse? Yanvarda satılan. Yanvarda ağdır. Mouse 0-dan 10-a qədər 10 dənə olub. Üstə gəlsin. Bir də notebook. Notebookda ağ olan hissə 0-dan 20-yə gəlib. Baxın. Olacaq nə? 20 ədəd. Cəmi nə eləyir? 30 dənə. Deyir sayı fevral ayında satılan skaner və printer. Fevralın skaner və printerinə baxacağım. Printer burada 20-dən gəlib neçəyə kimi? 50-yə kimi. Deməli nə qədər satılıb? 30. Buraya yazıram 30. Üstə gələk. Bu yanvar ayıdır. Bu da fevral ayıdır. 30 üstə gələk. Skaner, printeri baxdıq. İndi də skanerə baxaq. Skanerdə gəlib 40-dan 70'e fikir verin. 40'dan 70'e gəlibsə nə qədər artıb? 30. Bu da cəmi neçə eləyəcək? 60. Deyir ki, yanvar ayında satılan mouse notebook, fevral ayında satılan skaner və printerin neçə faizdir? Yəni 30-60'ın neçə faizdir? 30 böl 60 vur 100. 2 ədədin faizi isbət. Buradan da elə burada ixtisar gedir. 2'də 1 qalır. 100'ü də 2'də 1'ə vuranda olacaq nə? 50% və yaxud da birbaşa da görürük ki, 30-60'ın 50 faizidir. Bu da oldu 52. Keçdik 53'ə. Deyir 53'də. Şair nə deyir burada? Baxaq görək. Deməli deyir A ədədin qiymətli hissəsi 2 tam. Yaxşı yazaq. 2 tam yüzdə, daha doğrusu 1000-də 22'dir və tərtibi də 3 olarsa, yəni vurulsun 10 üstündə 3'dür. Deyir A ədədini tapın. Bunu yəni vuracaq nəyə? 1000-ə. 2 tam 1000-də 22'də elə 1000-ə vuranda 3 0 3 virgül sağa gedəcək. Nə olacaq? 2022 olur da. Var 2022. Bəli, doğru cavab olacaq. B variantı 53'də. 54. Yəni qiymətli hissə bu arada 0-la 1-lə 10 arasında dəyişir. Tərtib də natural ədəddir. Hər hansı bir ədəd ola bilər. Daha doğrusu tam ədəddir tərtibdə. Yəni ümumi şəklini yazaq. Burada A vurulsun 10 üstündə N şəklində. Bu tərtibdir, bu da qiymətli hissə. 10-dan kiçik, 1-dən böyük bərabər, N də daxildir Z-də. Təkrarlayarız. 54'də deyir çevrəsinin mərkəzi koordinat başlanğıcı olarsa MN tam. Mərkəzi koordinat başlanğıcı olan çevrənin tənliyi x plus y kvadrat bərabər nədir? 25. Daha doğrusu r kvadratdır. İndi burada misal uyğun 25 yazdım. Yəni burada x, y-in yanında duran A və B nə olmalıdır? Hər biri 0'a bərabər. Onda m minus 3/5 bərabərdir 0'a. Onda m bərabər nəyə? 3/5'ə. N minus 4 bərabər 0'dırsa, n də bərabər 4'ə. Buradan deyir m'in hasilini tapın. Yəni 3/5'də vuracam 4'ə, n vur n. Buradan da olacaq nə? 12, 2 də o 14. Yəni doğru cavabımız olacaq D variantı. 55-ci sual. Bizdən deyir ki, A plus B cəmini tapın. Yəni bunların kəsişməsini tapmalıyıq. Bax, görək də necə tapacağıq. Burada hansı üsullarla tapa bilərik, ona baxaq. Üçbucaq kimi də baxsaq olarmı? Burada hündürlük B-dir. Deməli, yaxşı, birinci bu düz xəttə baxaq. Burada x oxun kəsib -4 0-da 8 y-də kəsib neçədə? 8 0-8-də. 0-8-də. Onda buna uyğun biz tapsaq düz xəttin tənliyini, yəni xətti funksiyamızı, bizim düsturumuz da var və yaxud da ki, y çıxılsın y1, y2 çıxılsın y1 bərabərdir x çıxılsın x1, bir də x2 çıxılsın x1 şəkil. Bizim düsturumuz da var və yaxud da düstursuz şəkildə də tapa bilərik. Deməli, qiymətləri yerinə yazarıq da. Y bərabər mənim ümumi şəklim nədir? Kx plus b-dir də. Qiymətləri yerinə yazsaq, olacaq 0 bərabər -4k plus b-yə. Əslən, burada sərbəst ədəd 8-dirsə, elə b-miz 8 olacaq da. Yaddan çıxıb b. B bərabər birbaşa yazıram 8. Buradan da k-nın tabanında olacaq. -4-ü sola keçirək. Olacaq 4k bərabər 8. K da bərabər 2. 8-i 4-ə bölündə 2. Onda mənim funksiyam olacaq y bərabər 2x plus 8. Bu yaşılla çəkdiyimdir. 2x. Buradan yazıram. 2x plus 8. Digər tərəfdən digər tənliyimizi quraq. Buna artıq ehtiyac deyil. Bir də bu funksiyamıza baxsaq. Bu funksiyamızın nöqtələri deməli 12-də kəsibsə, deməli b bərabər olacaq 12-yə. Bir də 0,6-da kəsib. Yazıram buradan 6 0 nöqtəsi. Deməli burada olacaq qiymətləri yerinə yazsaq, olacaq y-in yerinə 0 yazıram, yəni bu funksiyada 6 x-in də yerinə 6 yazıram. Olacaq 6
K üstə gəlsin B-miz də 12 də 12 yazıram. Buradan olacaq mənfi 6K bərabər 12-yə, K da bərabər mənfi 2. Deməli, digər tənliyimdə oldu nə? Buradan silirəm, yazıram y bərabər mənfi 2x plus 12. Buradan da yekunda bizdən nəyə sorur? Kəsişmə nöqtələri. Onu da bir-birinə bərabər edəcəm. 2x plus 8-i bərabər edəcəm mənfi 2x plus 12-yə. Buradan 2x keçsək, olacaq müsbət 4x bərabərdir. 8-də sağa keçirəndə 12-dən 8 çıxan 4, x-in bərabər 1 olacaq. x1 hər hansısa birində yerinə yazıb y tapmalıyam. Olacaq y bərabər 2 vurulsun 1 plus 8. Bu da bərabər olacaq 10. Deməli, x-in 1 olanda y-im 10 olub. Yəni, məndə a bərabərdir 1-ə, b də bərabər 10-a. Bizdən də cəmini soruşur. 1 plus 10 bərabər 11. Yekun cavabımız oldu 11. Belə bir gözəl misal. 56-cı sual deyil. Biri digərin alt çoxluğu olan A və B çoxluqları üçün NA 8, MB 12-dir. Yəni, bu bunun alt çoxluğudursa, onda A, B-nin daxilində olacaq da və 8 elementi var. Onda burada 4 elementi var. Cəmi yenə 12 edir da. Bu da B çoxluğu. Deyir, birləşməsini tap. Bir digərin alt çoxluqdursa birləşməsi ilə böyük olacaq. Böyük olan çoxluq olacaq. Yəni 12. Olacaq nə? A variantı 56-dır. 57-ci sual. Deyir, ifadəsinin vurğuları ayırın. Gəlin, burada 16'ları bir qruplaşdıraq. 57-də. Yazıram 16A çıxılsın 16B. Buradan da A kvadratını çıxartsa, A qalacaq, belə qruplaşdıraq. A kubu plus A kvadrat plus B-yə. Bu da bərabər A kvadratı B plus. Buradan 16'ını çıxardaram. Qalar A çıxılsın B. Buradan da A kvadratını çıxardanda qalacaq nə? A plus B şəklində. Yox, minus olmalıdır ki, vuranda artıq mənfi müsbət eləsin. Buradan da A minus B-ni yerindən çıxardaram. Burada qalar nə? 16 çıx A-nın kvadratı. 16 da elə 4'ün kvadratı deməkdir. Bunu da yenidən A plus B, A minus B kimi yazsam. A minus B. Buradan da olacaq 2 minus A, bir də 2 plus A-ya. Hansı variantda var? Daha doğrusu 4 yazmışıq. Bu 4'ün kvadratı elə birbaşa 4 olacaq. 16 kimi baxın. Olacaq A minus B, 4 minus A, 4 plus B elə A variantındadır da. Düzdürmü? A minus B 4 plus A, 4 minus A. Bəli. İndi siz baxarsınız diqqətlə. 58. Deyir, kostyumun qiyməti 25% bağlaşdı. Yeni qiymət neçə faiz azalmaq lazımdır? Əvvəlki qiymət olsun. Tutaq ki, 100 manatadır kostyum. 100'ün 25% ilə 25 eləyir da. Bunu bu qədər artırsaq nə olacaq? 125 manat. İndi deyir ki, yeni qiymətdən, yəni 125 manatı nə qədər neçə faiz azaldaq ki, əvvəlki qiymət alsın, yəni 100 alsın. Yəni 125-dən 25 çıxmalıyam ki, 100 qalsın da, düzdür. Onda 125'in neçə faiz 25 eləyir? Yəni 25 125'in neçə faizdir? 25 böl 125 vur 100. Buradan da ixtisar gedir, qalır nə? 5'də 1, 100'ün də 5'də 1-i elə eləyəcəyinə 20%. Həqiqətən 125'in 20%-ni tapsaq, eləyəcək 25, 25'də çıxanda 100 qar əvvəlki qiymət. Yəni bunu variantlarla da yoxlayıb tapa bilərsiniz ən azından. 59 deyir, çevrənin diametrinin uc nöqtələri olarsa çevrənin tənliyini yazın. Deməli, onda bu diametrin uc nöqtələrdirsə, biz iki nöqtə arasındakı məsafə düsturundan istifadə edək. Onda məndə AB məsafəsi nəyə bərabər olacaq? Kök altında fərqinin kvadratı, yəqin ki, bilirik. Olacaq 4 çıxılsın mənfi 4'ün kvadratı. Üstə gəlsin 5 çıxılsın mənfi 1'in kvadratı. Bu da bərabər edəcək kökün altında. 4'dən mənfi 4 çıxanda toplanılacaq 8 kvadrat 64. Üstə gəlsin 5'dən 1 çıxanda toplanılacaq 6 kvadratı 60, 36. Buradan toplayanda eləyəcək 100. 100'dən də nə çıxır? 10. Diametrini tapdıq 10. Çünki bu diametrin uc nöqtələri. Diametr 10'dursa, onda radiusda diametrin yarısı olacaq nə? 5. Bizdən də radius 5 olan çevrə tənliyi olacaq nə? Y variantı. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. Deməli, 60-cı sual. Deyir, 324 ton qumu 3 vaqona yüklədilər. Birinci vaqona bütün qumun 12'də 5'ini. Deməli, 324'ün bu birinci vaqondur. Tapmalıyam nə? 12'də 5'ini. Bu da bərabərdir. Böləndə 27, 5'ə vuranda 135 eləyəcək. Deyir, ikinci vaqona qalan qumun, yəni ikinci vaqonda qalan qum nə qədərdir? Yəni 324'dən 135'i gedib. Yəni çıxmalıyam nə? 135'i. 324. Qalacaq nə qədər? 189. Deməli, qalan qumun 50%. Yəni 189'un 50%. Yəni 2'də 1-i də. 189'da 2'yə böləndə
Düşəcək nə? 94,5. Deyir 3-cü vaqona neçə ton qum qaldı? Deməli, birinci vaqonda bu qədər, ikinci vaqonda bu qədər. Elə burada da qalanda 189 qalmışdı. Bunun da yarısı ikinci vaqona getdisə, elə yarısı da üçüncü vaqona qalacaq. Yəni 94,5. 60-da da oldu doğru cavab A variantı. Belə bu günlük bu qədər. İnşallah davamını yenə sizlə bölüşəcəm. Maksimum şəkildə paylaşın, axıra qədər baxın. Lazımlı ən vacib suallardır. PDF-də Telegram kanalında olacaq. Sağ olun, özünüzə yaxşı baxın. İnşallah ki sabahda ya video şəklində ya da canlı şəklində yenə qarşınızda olacağam. Uğurlar hər birinizə.